Hər kəsə salam. Deməli, səhər tezdən gəlmişəm xəstəxanaya. Maşın saxlamağa yeri yoxdur. Əsmət klinikasına gəlmişəm qızlar. Bu aralar hormonal problemlərim var, gördüyünüz kimi. Üzüm nə gündədir. Gəlmişəm həkim yoxlanışından keçmək. Bir ginekologa gedəcəm. Bir zob həkimində gedəcəm. Nə qədər işlərim var. Bir də bu aralar danışa bilmirəm. Şey istəyirəm. Burundakı əti kəstirmək istəyirəm. Onu soruşacağım görüm. Neçəyə kəsirlər? Əməliyyatı çətindirmi? Bizdə bir dənə qız kəsmişdi, qızlar burnunu zədələmişdi, pis günə salmışlar. Deyirəm, bu gözəl burnumu zədələyərlər. Donuyorum. Hiçbir şey. Buradan da gedib. Hadi. Donuyorum. Burada xəstəxanaya yanında bir dənə qutabçı xala var. Hər bura gələndə ən az 10-11 dənə qutab. Geleceğim aşkım, beni bekle. 10-11 dənə qutab yeməsə əl çəkən deyil. Kızlar bu arada qaşlarım çox qəşəng qalxıbdı. Bu üzüm şişdi deyə tam bilmir. Bakın, buraya bağırıqlar. Neymiş orası? Ama hiçbir şey yanlış saçtı. We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. I kind of feel a little younger. Run away and embrace the day. The sun is out, won't go away. Feel the clouds on your shoulder. Touch the sky, feeling bolder. Going out, going out, going all the way. Going out, yeah, yeah. Oldu. Əsmət klinikasından çıxdım. Pakistan. Çay içirəm. Burada qutab. Ödeme 8 ay 11-12 dənə qutab. 5 tane. Arasında 20 əcəmdir. Ha 5 tane şeyle karnı ne? 3 tane. Həkim mənim haqqımda yaxşı konuşmadı qızlar. Müalicə lazımdır. 5 tane karnı. Soğuma. Əməliyyatın yerləri qarşımda. Saçım bu arada uzandı. Hə Murat? Datdı da. Ne deyirlər? Sınava çağır. Sınava? Sağ ol. Nasıl kabul et ona? İçine karşı. Murat buranın daimi müştərisidir. Baxın qızlar, ora Əsmət klinikasıdır. Burada qutabçı xala. Çox qəşəng qutabları var. İnanın ki, qarından bir damcı qoxu nədib gəlir. Mən çox bəyənirəm. Murat da bir 22 dənə qutab yedik. Üstəlik doymayıb, bir dənə də göy qutab dedi. Bəs deyil Murat? Bəs. Ay, söyləyim. Sağ ol. Ata sağ ol eləmədi. Düşdüm. Ata sağ ol. Ata sağ ol eləmədi. Düşdü getdi. Titrəməm. Getdim Miran bağçadan götürdüm. Gəldim. Çay istəyirsən? Hə, yaxşı. Nə qədər kartın var sən? Evdən belə bir kart tapdım, bilmirəm kimindir də. Hə, cırmadı. Kim salıb qoyub evə aparacaq. Hə, qızlar, həkimlə bağlı indi danışacağım. Direktdə də çox suallar gəlib. Salam qızlar, deməli bu aralar aktiv ola bilmirəm. Səbəbi odur ki, bu aralar özümü çox halsız, yorğun hiss edirdim. Bunun da səbəbi heç demə hamiləlik deyilmiş. Onsuz mən hamilə olanda belə deyim də heç vaxt yatmamışam. Amma bundan ancaq yatmaq istəyirdim. Düşündüm ki, hamiləlikdir. Testdə də 2 xətt çıxmışdı, bulanıq çıxmışdı. Mən elə bildim hamiləyəm. Dedim qan analizi verməyə gedim. O da həkim yoxlayanda gördü ki, mənim zobum qalxıbdı. Yəni testi allada bilər. Zobum qalxıbdı. Bəzi problemlər də yaradıbdı bədənimdə. Ona görə çox belə əməliyyatda bir problem yaradıb. O qədər həkim müalicə yazdı. O müalicədə eləyəcəm, getməsə deyir ki, əməliyyat. Ona görə qızlar elə bir uşaq kimi bir şeydir də, başa düşdünüz? Onu elə bir götürürlər. O onu zob yaradıbdı. Yəni siz belə başa salım ki, belə başa düşəsiniz. Bir də qızlar çox suallar gəlir ki, mənim zob hamiləliyi
yəni hamiləlik necə deyim, zobu olan hamilə qala bilmir. Bəli, qala bilir. Qızlar, bəzi xanımlarda hamilə olanda sonra zob yaranır və zobu davam edir. Bəzən də hamiləlik qutarandan sonra, bitəndən sonra, yəni 9 aydan sonra zob da çıxıb gedir. Həmin momentdə zoba müalicə edirsiniz ki, uşağa təsir eləməsin, uşaqda yəni keçməsin. Mən də Mirana hamilə olanda mənim zobum 18 yaşımdan ortaya çıxıb deyə mən Miranda qarnında olan müalicə alırdım. Ondan sonra başını buraxdım. Hər ay gedirəm müalicəsini alıram. Onda yaxşı oluram, arıqlayıram. Amma müalicəni kəsən kimi məndə tiroiditdir, nəsə belə bir zobdur da, yəni kökəldici zobdur. Ona görə mən saxlayan kimi məndə insulin, hamısı qarışır və məndə hər hansı bir xəstəlik yaradır. 100 manatlıq idisə müalicəm 500-600 manat olur. Ona görə üstünə düşməliyəm. Mən də məsuliyyətsizlik eləyirəm. Üstünə düşmürəm. Bir ay üstünə düşürəm. Bir aydan sonra yenə getməliyəm, getmirəm. 2 ay, 3 aydan sonra gedəndən sonra belə ortaya xəstəliklər çıxır. Ona görə məsələn mən indi uşaq istəsəm, mən güclü özümə müalicə eləməliyəm ki, mənim uşağım olsun. Onsuz da Miran hələ balacadır. Deyirdim ki, yəni elə bilirdim hamiləyəm, deyirdim hə qoy olsun. Amma indi düşünürəm ki, yəni istəməm. Olsun, amma belə yəni tələsmirik də uşaq üçün. Belə qızlar. İnşallah bunu müalicəsini eləyim. Lazım olsa uşaq üçün də eləyəcəyik. Yəni uşaq olsun deyə, amma belə tələsmirik. Siz olun, zobunuz varsa üstünə düşün. Əgər bir insan, məndə məsələn bizdə irsidir. Bibim qızımda zəhərlidir. Onda məsələn uşaq şey olmur. Məndə də məsələn tənbəl zobdur. Tənbəl zob da uşağın olmağa qoymur, zəhərli zob da uşağı olmağa qoymur. Yəni hər ikisinə də müalicə eləməlisiniz. Zob elə bir şeydir ki, müalicə tələb eləyir. Yəni bugünkü gündə 5 manat idisə dərmanınız üstünə düşməsə lap çoxalır. Mən qız vaxtı düşmürdüm. Deyirdilər sənin uşağın olmayacaq. Vaxtı o da gəldi hamilə qalmışdım. Bunda da ayda o 5 manatlıq günlük dərmanlar atırdım. O nədənsə oldu. Allahın bir şeyidir. İndi məsələn istəyirik amma olmur. Yəni ona görə nə etməliyəm? Müalicə eləməliyəm, üstünə düşməliyəm, məsuliyyətli yanaşmalıyam. Bir də ki, zob elə bir şeydir ki, güclü diyet tələb edir. Mən də diyeti saxlaya bilmirəm. Niyə saxlaya bilmirəm? Çünki adam o qədər əsəb gəlir ki, mümkün deyil saxlamaq. Şirniyyat istəyim çoxalıbdır. Ona görə şirniyyatı saxlaya bilmirəm. Mən yemək yemirəm. Amma şirniyyat da çox yediyim üçün, onun üçün gün-gündən belə üzüm başım şişir. Mən bu aralar görürüm ki, üzüm bu tərəfim şişibdir. Hələ bugün xəstəxanaya gedəndə buram şişmişdi. Həkim dedi ki, yəni mütəsəl zobun qalxıb. Elə doldu. Siz olun test edin. Allah da bilər testisi. Öpürəm sizi. 5 dəqiqəyə 67 manat xərclədim. 67 manata nələr aldım, bunları bölüşmək istəyirəm. Deməli, 20 manat bunlara verdim. 10 manat sistemə verdim. 2 manat 50 qəpik buna verdim. Bir deyim də bunlara bir 37 manatda pullar buna verdim. 1 manata bunu almışam tualet içində. Gez var. Qara sabun üzə xeyirlidir deyə saçada qara sabun almışam. Belə bir boşqaba keçirmək üçün rezin almışam. Miran şam üfləyir deyə şam almışam. Xuna üçün tərəzi almışam. 2 manat 50 qəpik lezva. Ayaq yolu üçün belə bir daş almışam. Atırsınız. Çox həm gözəl qoxusu gəlir, həm də qəşəng tərəfət verir. Qoymuşum. Bizim krat tez-tez tutulur deyə belə bir pompa almışam. Toplu üçün belə bir əlcək almışam. Pult almışam. 5 manata. Toz aldım. Diş üçün belə bir pasta aldım. Bunu da 5 manat aldım desin. Baxın. Miran da buradan dəyişir. Al. 40. Belə bir toz aldım paltarlar üçün. Belə bir bıçaq aldım 2 dənə. Taxta qaşıq aldım. Aynen qrafanı süpürmək üçün belə bir stəkan aldım. Belə. Bunun üçün belə bir toz aldım tutulanda. Ha. Sonra belə bir maşın üçün əksik almışam. Bundan qutarmışdı. Toyuğunu yığmaq üçün belə bir gün gibi salpan almışam. Miran da imkan vermir. Tahmin edin ben bu 2 tane şey ne kadar vermişim. Burada kartapulat deyəndə dəli olur. Kızlar bu duş yerinden aldım. Kokusu möhtəşəmdir. Bir tane de bunu aldım burada. Bunda kokusu möhtəşəmdir. Mirana pampers aldım. 2
2 dənə belə bir Rexon aldım. Mən ancaq bunlardan istifadə edirəm. Diş fırçası aldım. Bakalım. Belə bir saç maskası aldım. Çok qəşəng qoxusu var. Ayda qoxusu bir də möhtəşəmdir. Belə bir şampun aldım. Saçım tökülür. Deyirəm bəlkə ki bu qarşısını aldı. Muradın da saçı tökülür. Belə bir sarımsaqlı şampun aldım. Amma qətiyyən sarımsaq qoxusu gəlmir. Qoxusu möhtəşəmdir. Bunları aldım. Bir də bunları. Təxmin eləyin nə qədər pul vermişəm. Kızlar, özümə ütü sol almışam. Mənim ütü solumun yerinə baxın. Ütü solum durduq yerdə qırıldı. Nugget arasını aldım. Məndəki biraz balacaydı. Ya da elə bunun boyutdaydı. Tulladım. Ortadan qırıldı. Bunu da aldım 97 manata. Sizcə yaxşı olur yoxsa bahalı? Şimdi. Ha? Ne oldu? Hiç ne? Məndəki qırıldı kızlar. Getdim bunu aldım. 97 manata bunu aldım. 159 manata da o birisini aldım. Sizcə necədir? Çəkən maşını aldım. Çox təriflədilər. Məndəki nəsə yaxşı çəkmirdi deyə də düzəltdirmədim. Təzəsini aldım ki, təzələr təzəli çəkənlə görüm. Patrukam storyamı görüb zəng elədi ki, gəlmişsə. Mən də tez kartoşka soydum. Qənətləri qoydum, gördüm ya bu tarifdir. Qara paltarlar yedim, da ağlara attım. Tez bazarda, yəni 5 dəqiqə hər şey elədim. İndi qaçmaq istəyirəm mağazaya. Miranda yatıbdı. Bizim də mağaza biraz uzaqdadır. Sizcə Miranı evdə qoyub geçsəm qorxar, qaçım. Elə bilsin ki, ayaq yoluna. Bunları tez atım çölə. Əlim ayağım bir-birinə dolaşdı. Həm çörək yoxdur, həm də yağı yoxdur. Gəlin məsələrim, çolpanın altını, xodunu aldım. Markete qaçacağım maşından. Cəmi-cümü 10 dəqiqəlik yoldu. 5-10 dəqiqəlik. Gedək, kartoşkanı da soydum. Belə. Pijamadan gedəcəm də. Deməli, qızı aldıqlarım 10 manat tutdu. Bəhətdən pul var. Buna baxın. Maşında yatıb ruhu da durmuyor. Evdə qalsaydı olsa yerində sakit durardı. Pijamama baxın. Allah benim bir yabır eləməsi yazıq. İşte maşın xotlayıq gedək. Gedək görə evdə yemək saatı yanmıyor. Deyirəm, kocam var ya, Allah hamd olsun. Yəni, düzdür, burada marketlər çoxdur. Yenə də mən o evdən çıxıb, gəlib, yağ zadalası deyildim, çörək zadalası deyildim. O zaman acı qalasıydı qona. Heç qadıma deyirlər, gəlirəm. Yaxşı, Allah'ın olsun, maşın var ev. Mən burada itlər çoxdur, mən qorxuram, çözə da çıxmıram da. Bir də maşını da saldım. Miran! Gəlirsən? Gəlirsən? Gedək. Gəldik, çatdıq evimizə. Gedək. Şimdi kupon olun be. Qabları yudum tez. Çolpa qızarır. Kartoşka da qızarır. Çayımızı da biraz dəmlədim. Kolamız da var. Gedirəm süfrəni salma. Canım. Bunlar doğal tökdü. Kızlar, deməli bağçada Mirana belə bir şey verib. Bu xəstəliyim haqqında kağızlarda göstərim. Mətdən keçdim kağızlarda. Kızlar, burada da Miranı elə bir belə deyirlər, bağçada dəyərləndirirlər. Hamısından yaxşı Mirandır. Və ünsiyyətçi. Miran çox ünsiyyətçidir. Məsuliyyətli. Baxın, orta, yuxarı. Nəzakətli, əla, diqqətli. Hamısı yəni təmizkar, çox təmizkardır da Miran. Sözə qulaq asan. Baxın,
Bu ikisidir, görürsünüz. Yazı əlbəttə ki, yaza bilmir. Dinləmə, görürsünüz, orta. Hesablanma, əlbəttə ki, yoxdur şu an. Əl işləri, orta. Musiqi, incəsənət, bax, yaxşı yazıblar, əla. Çünki rəqsi sevir. Belə. Aymıram. 2 dəqiqə pişirdim yemək. Kartuşkanı yandırmışım. Kızlar getdi, saat 1'dir. Papalar sərdim. Evləri yığışdırdım. Gördüyünüz kimi hər yer tərbizdir. Kuxuranı da yığışdırdım. Gedirəm yatam. Kızlar pakası öpürəm. 2 tane paltar qalmışdı, onu da attım. Güneyli Olivia'dan Miras olsun açıq bax. Belə bir belə deyim. Üzümdə prişkilər var deyə, üzüm səbib deyə. Onun üçün kremlər alıb, skrab alıb, maskasını alıb. Sağ olsun. Kremidir, skrabıdır, serum tonu. Bir də bu da skrabdır. Ya təzdən çəkək, təzdən çəkək. Deyəm bura. Allah. Köməyin. Olsun. Amin. Yox da denəndə, bayaqçı kimi uzan, bayaqçı kimi.